Əvvəllər kimsə arxasını söndükdə üzr istəyərdi və ya təhqir olsun deyə arxasını göstərərdi. İndi bu qadın az qala arxasını insanların gözünə yaxınlaşdıra və yaxud nəsə edə ona baxıb həzz alırlar. Dəhşətlisi isə ailəli qadınların, körpəsi olan qadınların qadın arxasına bu qədər həvəs göstərməsi və baxmağa doymamasıdır. Telefonla çəkmələrinə baxın. Hələ buna bax, qadınlar düzülüb növbə ilə qız övladlarını bu arxasını oynamaqla məşhurlaşan, onunla arxasını oynamaqla, arxası ilə pul qazanan rəqqasənin qarşısına qoyurlar ki, nəsə öyrənsin. Siz axı cəmiyyətin əsas apacı qüvvələrsiniz, ay qadınlar. Siz qadınsınız, siz anasınız, siz necə olsanız övladlarınız da elə olacaq. Əvvəllər belə şeylər olanda analar övladlarının gözünü yumar, kanalı dəyişərdi. İndi qarşısını almaq əvəzinə atırsınız rəqqasənin qarşısına, yəni belə insanların qarşısına ki, gözü ilə görsün, örnək olsun. Əslində o gülbalların yeri ora deyil, hörmətli qadınlar. Onların yeri park, oyun yerləri, sirk, kukla teatrı, cizgi filmləri, personajların dərs kitab vəsaitlərini oxumaqlarıdır. Yoxsa arxası ilə pul qazananlar deyil, övladlarınızın gələcəyini belə həyat tərzinə, pul qazanma yollarını öyrəşdirməklə məhv etməyin. Televiziyalarımız da günahkardır. Cəmiyyətimiz də onları izləyən, onları şoularına, restoranlarına dəvət edənlər də günahkardır. Gəlin, milli mənəvi dəyərlərimizi baltalamayaq. Əsas körpələrimiz də onların həyatını zəhərləşdirməyək. Belə şeyləri adiləşdirməklə onları o istiqamətə yönəltməyək. Əziz cəmiyyətimiz, əziz insanlar, əziz valideynlər.